Hamıya salam dostlar, necəsiz, gününüz uğurlu keçsin. TikTok'da necə pul qazanıram, onu göstərmək istəyirəm sizə. İlk öncə uşaqlar, sizə aşağıda vermiş olduğum linki Chrome və istədiyiniz bir tarayıcıya yapışdırırsınız və ya özünüz ilə basanda avtomatik ora keçəcək. Yapışdırandan sonra belə bir şey çıxır. Buradan ilk öncə təbii ki də kanala abunə olun. Buradan abunə ola basın. Abunə olduqdan sonra 2 saniyə gözləyin, daha sonra buradan çıxın. Buranın açılmasını gözləyin uşaqlar. Buradan da get your link. Buradan da go to your link. Bastıktan sonra 3 dənə şey gelir. Bunların üçünü də yükləyin. Mən də gördüyünüz kimi üçü də burada yüklüdür. Bunların qurulumlarını göstərəcəm sizə başda. Daha sonra necə olur, necə olmur onu göstərəcəm. Videonu xahiş olunur axıra qədər izləyin ki, sonra problem olmasın. Sonra nəyisə eləyə bilməyəndə, çünki ən incə ayrıntısına qədər göstərməyə çalışacağım ki, dəqiq eləyə biləsiniz. Bu video Azərbaycanda paylaşan yoxdur demək olar ki, ilk mən paylaşmaq istedim. Gördüyünüz kimi bunları ilk öncə Stream to yerini yükləyirik. 1 saniyə, 2 saniyə gördüyünüz gibi burada run Stream to yerini qoşursan, buradan gəldi. Hesab basırıq. Basandan sonra gördüyünüz gibi məndə hazır ayarlarda. Bunların hamısını başa salacağım bir-bir. Daha sonra launcher'ı yükləyin, daha sonra TikTok Live yükləyin. Üçü də yükləndən sonra ekrana belə gələcək. Sadəcə TikTok Live gəlməyib, TikTok Live mən buradan girirəm. Deməli, launcher'a giririk. İlk başdakı işimiz launcher'da uşaqlar. Launcher'a girəndən sonra burada sizə bir versiya var. O versiyanı yükləməniz yəni vacibdir. O versiyanı yükləməsəz, yəni bu %100 işləməyəcək, onu deyim sizə. Burada adınızı qoyursunuz. Mən məsəl üçün Rahib Game qoymuşam, düzdür? Burada da 4G görürsünüz 1 2 1. Bildiniz 1.21'den başkasını yükləmirsiniz. Aşağıdakiler bağlı kalsın. Buradan enter to game. Onlar indi başlayacaq. İlk önce bunu yükləyin. Çünki bu təxmini 600 MB-dır. Yükləyəndən sonra uşaqlar buradan Stream to Earn ya da TikTok Live'a girə bilərsiniz. TikTok Live'a girək biz. TikTok Live'a girik. Sizdə bunlar hazır gəlməyəcək. Mən sizə ona görə belə göstərmək istəyirəm. Ön ayarlara girik buradan. Məsəl üçün mən bunu sildim, düzdür? Sizdə bunların heç biri olmayacaq. Buradan bütün oyunlara giririk. Burada Minecraft var gördüğünüz gibi. Minecraft eləmək istəyirsinizsə mənim kimi. Minecraft'a girəndə burada çox şey pulludur, amma Bedrock Box var. Yəni o pulsuzdur. Buradan bu ön ayarı kopyala. Bir hazırlamayın, ön ayarı kopyalayın. Buradan da hədiyyələrə görə nə gələcək, nə gəlməyəcək onu göstərəcəm. Siz bilirsiniz ki, canlı falan izləyən dostlarım. Məsələn, mənə bir dənə gül gəldi, bir dənə TNT partlayır. Bu necə olur? İlk öncə canlı yayında şey açırıq. Məsələn, bura gəldi, düzdür. Buranın ön ayarı kayd edirik. Hələ ki, bunları toxunmuruq. İstəsəz özünüzə görə dəyişə bilərsiniz. Burada URL var, gördüyünüz gibi. Baxın, bu yuxarı tərəfdə mən bir də göstərəmirəm. URL-i kopyalayıb bastıq. URL kopyalandı. Daha sonra TikTok Live'a girəndən sonra gördüyünüz kimi burada bir səhifə açılır. Burada indi biraz da mən olacağım. Sadəcə canlı dəmli şey olur. Buradan uşaqlar şeye basırıq, təzədən göstərim. Plus var, ekranı ekli. Ora basandan sonra burada bağlantı var. Bağlantıya basandan sonra ekli kısmından bunu kopyalayıb yapışdırırıq. Bunu niyə eləyirik? İndi görəcəksiniz. Gördüyünüz kimi bayaqki hədiyyələrin şəkli bura gəldi. Bunu bura qoyuruq. Başda olaraq birinci bunu ayarlayırıq. Burada mesaj yazmaqdır, mənim kimi şey yazmaq falan istəyirsinizsə, buradan özünüz yəni bir kutlayıb şey deyir. Məsəl üçün mətnlə yazırsınız ki, bir win, nə bilim, go to sleep. Yəni yuxuya gedirəm, bir gün sonra da belə deyim. Nə istəsəniz yazın, rəngini falan qoyun. Bunu ayarladıq gördüyünüz kimi. Yəni buralıq fazla çox işimiz yoxdur. Əsas qism buradadır ki, sizə bayaqlar dedimi bura ad qoyun, Rahib Game. Onca videonu deyirəm, axıra qədər izləyin. Rahib Game qoydum dedimi. Baxın, mən burada da adım, Minecraft adım 3D-dir, Rahib Game olaraq dəyişdim. Burada Minecraft oyuncu adınız nədirsə, onu mütləq qoyun. Yəni başqa şey qoyunda işləməyəcək. Burada da TikTok adınızı mənim kimi buradan, oy Allah düzəldəmədik, Rahib 3D Game və kayd edin bunu. Burada gözləyim mənim profilim çıxdı elə. Daha sonra uşaqlar bu Bedrock'u qurduza bayaqları göstərdiyim Bedrock ön ayarlardan qurandan sonra ön ayarı kayd edirik, bura düşür. Burada mod qurumu var. Mod qurumunda Bedrock box'ı qurun, mütləq danışa bilmədim. Bunu qurun. Burada yenə yüklə var. Baxın, mən bunları məsələn çox yükləmişəm. Bəziləri pullu dediyim kimi, amma siz pulsuz, yəni bunu yükləyin. Bunu yükləyəndən sonra nə edirik? Bunu yükləyəndən sonra live atmaq istəyir, canlı atsın, orası ayrı məsələ. Buralar sizin biləcəyiniz ki, canlı atsanda da baxın, mən indi dəqiq canlı atmıram, sadəcə göstərim. Burada mütləq Minecraft'ı seçin. Burada da Minecraft qaydalar və
Oyun ekranı, bunu niye belə yazmışam? Qan oyun ekrandadır. Ha. Buradan özünüz ayarlayarsınız. Bu sizin öz biləcəyiniz şeydir. Burada hər şeyinizi ayarladınız. Buranı da ayarladınız. 3 dənə şey. Buradan bu arada ön ayarlardan istəsəz əgər burada mənim kimi mahnılarda qoya bilərsiniz. Məsəl üçün mən bunları qoymuşam. 200 like gələndə Suray qardaşım, nə bilim, bir dənə dot atanda bu söz gələcək, bir dənə it atılanda bu gələcək, nə bilim, bu atanda məsələn bu gələcək. Mahnı səsi də göstərim. Məsələn bu gəlir. Onu ayrı kaydedirik. Bunları özünüz dəyişirsiniz, eləyirsiniz. Başa düşmədiğiniz qismi onda mənə yazın burada. Hədiyyələri gördünüz. Məsələn burada bir dənə aslında bir dənə böyük bir bomba partlayır. Bunları indi özünüz ayarlayırsınız. Necə ayarlayırsınız onu da göstərim. Məsələn bax 200 dənə bomba partlayır. Bir dənə aslında 3000 dənə partlayır. Yəni bura 5000 də yazsaz, burada 5000 dənə partlayacaq. Bura 100 də yazsaz 100 partlayır. Necə istəyirsiniz bunları özünüz ayarlayın. Məsəl üçün bir dənə roz atdılar, düzdür 10 dənə bomba partlayacaq. Belə. Buradan da əgər gördüyünüz şey eləyə bilmirsinizsə, əgər mənə yazın və burada nasıl kullanılır basın. Buradan gördüyünüz gibi qaydalar çıxacaq. Yəni niyə bu səhifədən açıldı bilmirəm. Burada məsələn türkçə eləyin. Məsələn burada bedrock yarat. Bu qaydalarda birazdan başlayacağım. İndi biz oyuna girək əsas. Oyuna girəndən sonra hər şey yavaş-yavaş oturacaq yerinə. Canlıyıq, canlı açmırıq. Buralıq bir işimiz qalmadı uşaqlar. Bura bunu qoydunuz. Yəni qalsın, bu da problem deyil. Buradan oyuna girək ilk öncə. Hər hansı bir güncəlləmə gəlmişsə tez gələcək. Əla, güncəlləmə gəlmir. Buranı gözlədik. Burada bu arada kamera gəldi. Sadəcə bir video çəkirəm deyə kamera gəlmir normal olaraq. Bura açılır. Gözləyirik. Tam ekran eləyə bilərsiniz, normal ekran eləyə bilərsiniz, öz işinizə. Burada cürbəcür modlar var. İndi hansını özünüz eləmək istəyirsə özünüz qurursunuz. Burada nasıl kullanılır basın. Burada çünki gördüyünüz kimi çox oyun var. Yəni sadəcə o deyil də, açılsın bir dənə. Mənim GTA 5, Resident Evil, Left 4, Hytale, RDR, burada hər oyunun öz quruluşu var. Hansını qurmaq istəyirsiniz yazarsınız, mən bəlkə videosunu çəkərəm, amma video axırda izləyirsiniz, onsuz hamısını eləyə biləcəksiniz. Daha sonra buradan Minecraft multiplayer'e giririk. Burada mən gördüyünüz kimi hamısı qurmuşam. Bu var, bu dəqiqə açıq deyil, niyə açıq deyil? Minecraft'a girdikdən sonra mütləq buradan baxın, sunucuyu çalışdır. Bu avtomatik gələcək, narahat olmayın. Əsas mod qurulumunu düz eləyin, sonra bu gəlir. Yaddan çıxartmayın. Burada effektin səslər var. Məsələn, cibi çox oxuyur, az oxuyur, orijinal işiniz. Bu qoşulsun, bir dənə gözləyək. Ona qədər də siz buradan refresh'e basın. Görürsünüz, yavaş-yavaş gəlir özünə. Aha, gəlindən sonra burada bir dənəsini giririk. Bu dəqiqə mən buradayım. Əmrdən kazanır. Buradan Game Mode Creative'e giririk. Daha sonra buradan Bedrock tipi yazırıq. Bedrock atdım ki gördüğünüz gibi. Eğer Bedrock'unuz yoksa veya yazılan şey var ya Bedrock oluşturmasınız. Bundan buna basırıq. Buradan yazıya bakın. Bedrock gördüğünüz gibi burada ölçüler var. Mesela 11 dənə düzə 5 dənə yuxarı olsun deyilsə belə edirsiniz. O indi öz işinizdir. Eləyin, öyrənin. Buradan məsəl üçün bir dənə elbette tez bazar bir şey oluşturaq. Niyə uçmuyor? Ha. Burada məsəl üçün bunları qoyuq da düzdür tez bazar. Ekranı böyüdək sizə yaxşı görün. Qoydunuz düzdür hər hansı bir şeydə bunu indi elə belə qoyuram. Bunu qoyandan sonra məsələn biri sizə hədiyyə atdı deyək. Gələ 200 dənə like gəldi. Gördünüz. Bu buna qoşur. Olur. Hədiyyə atıldıqca buradan TNT'lər düşür. Siz bunu qoşanda sadəcə mən hal-hazırda qoşmuram. Buradan canlı açandan sonra canlı açın və buradan sunucuyu bağlayın mütləq. Bağlamasanız hədiyyə atanda heç nə olmayacaq. Bunları özüm qoşmaq istəmirəm. Məsələn bir dənə roza 10 dənə şeydir. Baxın 10 dənə atdım. Buradan istəsəniz bedrock'u clear edə bilərsiniz, rəngini şey edə bilərsiniz, hər cürə şey edə bilərsiniz. Yəni bu sizin öz işinizdir. Və mən təzə bir dənə bedrock oluşturmaq istəyirəm. Gördüyünüz kimi 11'ə 5 edəcəm. Gördünüz? 5 dənə yuxarı, 11 dənə uzun. Yəni bunu özünüzə görə edə bilirsiniz. Məsələn bedrock yazıram. Təzədən clear yazırıq. 11'ə 9 deyək. Amma normalda bunu da edir. Gördüyünüz kimi belə. Bunu eləyəndən sonra
Bedrock klası yazın. Və gördüyünüz kimi hər yer şüşə oldu. Mən sizə incə detayına qədər danışdım. Beyninizdə nə qalıbsa, nə eləyə bilməsəz mənə deyin, mən sizə kömək edeyim. Başqa nə eləmək olar? Başqa işlə. O bir oyunlarda baxmaq istəsəz, burada gördüyünüz kimi çox oyun var. Bu arada limit 3 dənədir. Və bunun premium zadda var. İndi onlara çox girmirəm, onlara özü bilərsiniz. Premium eləsəz daha çox limitiniz olur. Məsələn, buraya atırsınız 20 dənə şey hədiyyə. Amma onları məncə hələ ki təzə başlayırsınızsa ehtiyac yoxdur. Onun əlavə Left 4 var. Buradan oyununuz məsəl üçün mən Minecraft Infinite Block qoymuşam və Minecraft Bedrock Block. Bunu silim bir dənə. Buradan məsəl üçün başqa oyun qoyulmaz. RDR qoyursunuz. Buradan yəni ön ayarı şeysiz. Burada görürsünüz 6 dənə limitiniz var. Baxın. Bunlar deyir sınır aşıldı. Yəni daha çox qoymaq üçün pul vurmalısınız bu sayta. Belə uşaqlar, kanala abunə olmağı, video izləməyi, bəyənməyi unutmayın. Dəstək üçün çox sağ olun. Uzun vaxt soruşursunuz, ağlınızda nə qaldısa mənə deyərsiniz, mən kömək edərəm. Sağ olun, salamat.